Səhiyyə Nazirliyi Bakıda baş verən yanğın hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Azərtac xəbər verir ki, Bakının Binəqədi rayonunda yaşayış binasında baş vermiş dəhşətli yanğınla əlaqədar 15:00-a olan son məlumatlara əsasən 61 nəfər xəsarət alıb, 41 nəfər yaralı artıq təcili tibbi yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Zəhmət olun saxıya çəkinin. Bir də zəhmət olun saxıya. Bunların 17-si bir saylı kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə, 4 nəfəri elmi tədqiqat travmatologiya və ortopediya institutuna, 2 nəfər 6 saylı Birləşmiş Şəhər xəstəxanasına, 1 nəfər isə yanıq mərkəzinə yerləşdirilib. Ölənlərin sayı 15 nəfərdir. Digər yaralılara isə Bakı şəhər təcili və təxirə salınmaz tibbi yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib. Sevda Cəfərova, Hümmət Məmmədov, Nail Babayev, Azərtac.